Qubadlının Mahmudlu kəndidir. Bu kənddə də müharibənin dəhşətləri digər kənddəki kimi özünü açıq büruzə verir. Rayonun o biri kəndlərindən heç nə ilə fərqlənmir. Fərq yalnız adında ola bilər. Göründüyü kimi böyük kənddir. Bir dənə də olsun daş üstündə qalmayıb. Bütün evlər dağılıb, kənd tamamilə məhv edilib. Görünür düşmən buradan Azərbaycanlı izini kökündən silməyə cəhd göstərirmiş. Ancaq şükür Allaha ki, qarşısı alındı və biz yenidən torpaqlarımızdayıq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin.